milyonlar bu günleri Bakı tortu hazırladı. Abone butonuna basmayı unutmayın. Sizin için bir tıktırsa bizim için büyük bir motivasyondur. Dört tane yumurtanı ağıyla sarısıyla mikserə tökürəm. Üzərinə şəkər töküb qatışdırıram. 400 qram şəkəri də tökürəm yumurtanın üzərinə. İlk asta pud da qoyuram. Sonra artıracağım pudunu. Dörd xörək qaşığı qatıqdır. Üzərinə bir çay qaşığı soda əlavə edirəm. Belə qatışdırıram. Tökürəm yumurta ilə qatığın üzərinə. Yüz qram kərə yağını əritmişdim. 100 qram kərə yağını əritdim. Soyudu. Tökürəm bunun üzərinə. 100 qram qozu da. Tam xırdalamadım qozu. Qaldı üzərinə un əlavə etmək. Qarışımın üzərinə 200 qram un əlavə edirəm. Və yenə qatışdırıram. Listimi hazır elədim. Qarışımı da 2 hissəyə bölürəm. Yəni 2 mərtəbəli olacaq. Yarısını töküb pişirirəm, yarısını da saxlayıram. 200 qram kərə yağını qabaqcadan qoymuşdum. Ev temperaturu ilə əriyib. Bir də bizə lazımdır kremi üçün 300 qram qatlaşmış süt, yəni sqvişanlı moloko. Mən kakao 2 xörək qaşığı kakao əlavə edəcəm. Bir şey də paylaşmaq istəyərdim sizinlə. Həmişə paşkadan alırıq, kakaonu istifadə edirik. Kilo ilə də var kakaonun. Bir var originalı, bir də var podelka demərəm. Yəni bilmirəm nə forması. Yəni tərkibində nə olduğunu bilmirəm. Yəni mağazada tam kilo ilə alanda orada deyirsən tam orijinalını. Onun ətri də tamam başqa cür olur. Əsl bir şokoladın iyidir. Və əlavə edəndə şirniyyatlarda çox fərqlənirlər. Yəni dadı ilə onda çox fərq olur. Ona görə məsləhət görərdim ki, kilo ilə satılan kakaoları daha məsləhət görərdim sizə. Ona görə mən bura bir xörək qaşığı əlavə edəcəm, baxacağım. Əgər istəsəm daha tünd yenə əlavə edəcəm. Mikserə hələ qoşmuram, çünki kakao uçacaq. Oldu tam belə 2 xörək qaşığı kakao. Borclarım hazır oldu. Qoymuşdum, soyuyublar ikisi də. Gelin, yam yam. Gelin. Hanım bizim. Al. Ye. Ne olacak? Ye. Ve senin işim yok da.
İlk korjumuzun üzerine kremin yarısını sıktıralım. Tortu tam kremledim hamısını. Geçen belə hündür oldu. Her tarafını ve kenarlarını üzerine gozdan bezleyeceğim. Qozu da ki maluç eləmişəm. Kim istəsə lap xırda, kimisi mən elə eləyirəm ki, ağızda bilinsin yeyəndə. Kim necə istəyir? Kaderin beşiysem, muam seret kişiysem, kara kızıl yatağıdır. Ben mamamın reseptiyle hazırlamışım. Əsl orijinal reseptiyle Bakı tortunu əsl şedevrdə. Çok maraqlıdır ki, siz necə hazırlayırsınız? Kommentlərdə yazsanız çok sevinirim. Bir şey. Ne olmuştu? Ne diyorsun? Ne danışırsan? Hoşun gelir. Böyle pişik kimi hoşu gelir. Sen pişiksin ha? Gidi, gel gidi. Gidi, gel. Siz de hazırlayın. Tadından doya bilmeyeceğiniz çok muhteşem bir torttu. Əsl şedevrdir. Siz de hazırlayın. Nuş olsun.